May ayı Azərbaycanda kral aylardan biri hesab olunur. Hər zaman belə deyirəm və bu ayda təbiətimiz o qədər gözəl uyanır ki, insan ümumiyyətlə yollardan çəkilmək istəmir. Bu il yeni bir ilk olaraq bu ilin may ayından Şamaxıdan başlamaqla Şamaxının İrfan ocaqlarına mənəvi turlar təşkil etməyə başladım ki, bu turlar gedişatında mənəvi yerləri, mənəvi İrfan yerlərini gəzməklə həm onların tarixindən, həm də buradakı böyük övliyaların həyatından, hekayələrindən insanlara danışmağa başladım. Eyni zamanda Şamaxı ilə başlayan bu yol dünən Köç yoluna kimi uzandı. Və əslində bütün kadrları birləşdirmək qərarına gəldim ki, zaten Şamaxı da və ənənəvi Köç yolu da tarixi Şirvanşahların uzandığı ərazilərdə, Şirvanşahların mövcud olduğu ərazilərdə hökm sürmüşdü. Və ilkin kadrlarda siz Şamaxının İrfan ocaqlarını gördünüz. Diribaba türbəsi, Kəlixana türbəsi və Acıdərədəki Şeyx Eyyub türbəsi. Lakin Köç yolu üzərində ilk olaraq Pir Hüseyn xanəgahı ilə tanış olacağıq. Yeni günüm və kanalda yeni vlogum çox sevdiyim Azərbaycanda bir yerdən açılır. Bura Pir Hüseyn xanəgahıdır və Hacı Qabulun Qubalı Baloğlan kəndidir. Buranı ilk dəfə kəşf eləyən gündən ta ki qəlbimə bir xüsusi bir yeri var və düşünürəm ki, bura kim gəlsə ona elə bir abu-hava buraxar. Çünki olduqca fəzilətli, olduqca işıqlı bir yerdir və hətta içində heç bir imanı, irfanı olmayan bir insan belə gəlib bu həyətdə, hətta içəridə indi biz birazdan içəri girəcəyik, içəridə belə 5 dəqiqə otursa, inanılmaz bir gözəl abu-havaya düşəcək. Lakin Pir Hüseyn xanəgahı sadəcə olaraq böyük bir övliyanın, böyük bir İslam fəlsəfə aliminin, böyük bir irfan aliminin yeri olmaqla yanaşı, memarlıq baxımından da olduqca unikal bir abidə kompleksidir və bu səbəbdən Pir Hüseyn xanəgahı qoruq statusu daşımaqdadır. Yerləşdiyi ərazi də tarixən Şirvanşahların xaricə açılan kərvan yollar üstündə yerləşir və bu da xanəgah ətrafında, türbə ətrafında Kərvansarayın eyni zamanda digər kompleks daxil olan tikililərin yaranmasına səbəb olmuşdu. Xanəgahdan üst tərəfdə, bayraq tərəfdə görsənən hissədə isə ənənəvi tarixi bir qəbristanlıq da var. Bilmirəm, bu gün oraya çıxacaq yox, amma Bərnanı gətirəndə Türk YouTuber xanımı oraları gəzdirmişdim. Pir Hüseyn xanəgahın arxasında Pirsahat su anbarı var və Pirsahat çayının Azərbaycan coğrafiyasında, Bəri tərəfin coğrafiyasında və demək olar ki, bütün Şirvanşahların bu Şirvan tarixinin Azərbaycan o dönəmə bağlı olan tarixində olduqca bir gözəl bir yeri var və bir ara belə bir beynimdən də fikir keçmişdi ki, çay boyun ərazilərində, çay boyunca yerləşən kəndləri, yerləri gəzmək və onun haqqında çox gözəl bir silsilə çəkilişlər etmək, hətta bunu bir kitab halında salmaq olar. Çünki ta qədim sivilizasiyadan bilirik ki, sivilizasiyalar və insan cəmiyyətləri məhz çayların ətrafında yaranmışdı. Bu baxımdan Azərbaycanda Pirsahat çayının da xüsusi bir yeri var. Pir Hüseyn xanəgahının memarlıq kompleksi baxımından özəlliyi nəinki türbənin zamanında üstünün bəzədildiyi bu kaşılardır ki, onlar haqqında bəhs edəcəm. Digər tərəfdən buranın özəl edən amillərdən biri tam da içəri şəhər memarlıq kompleksinə bənzəyən amillərdir. Xüsusən də kompleksin minarəsi içəri şəhərdəki ən qədim sınıq minarəyə ilə demək olar ki, eynidir və ərazidə eyni zamanda köməkçi otaqlar və buzxana da var. Bu da ərazinin xanəgahın sırf o kərvan yolu üzərində və yerləşməsinə xüsusilə dəlalət edir. Pir Hüseynin şəxsiyyəti barədə isə birazdan məncə içəridə onun ilə öz huzurunda danışsam daha yaxşı olar. Bura kompleksin buzxana hissəsidir və içəridə hava çox sərindir. Bu cür komplekslərdən, yəni buzxana tipində olan tikililərə biz Orta əsr Ağsu şəhərində, orada düzü daha böyükdür və isti ərazilərdə, isti yerlərdə daha çox rast gəlinir. Bu ərazilərdə buzxana tipində, buzxana məqsədi ilə tikilən və bir qədər yerin altında olan hissələrdə məhz isti ərazilərdə ərzağın xarab olmaması üçün ərzaqlar saxlanılıb və digər gərəkli bir şeylər. Yəni burada ərzağın saxlanması məqsədi ilə istifadə olunub.
Hüseyn xanəgahı hər zaman öz kaşlarına görə, öz gözəlliyinə görə diqqət çəkib və hətta bu kaşlar gözəlliyi baxımından Məşəddəki İmam Rıza hərəminin kaşları ilə eyniləşdirilib və sırf o gözəlliyi baxımından bu kaşlar hər zaman diqqət mərkəzində olub. Bugün çox az bir hissə Nizami Muzeyində saxlanılır, lakin çox böyük hissə Louvre və Ermitajda saxlanılmaqdadır. Kompleksin orta əsrlərdə təxmini quruluşu bu şəkildə olub. İlk əvvəllərdə 13-cü əsr abidəsi onun deyim və Şirvanşahların Kəsranilər sülaləsi dövründə inşa edilib. Daha sonra Monqolların dövründə ilk dağılmaya məruz qalıb və əsaslı şəkildə artıq müstəqillik dönəmimizdə bərpa olunub. Qeyd edim ki, məscidin orada hissəsində deməli mihrabı da olub ki, o da özlüyündə olduqca unikal bir əsərdir və bugün Nizami Muzeyində saxlanılır. Bu hissədə böyük İslam alimi, filosofu və böyük övliya Pir Hüseyn Şirvaninin məzarıdır, qəbir daşıdır və bu hissəni digər yerlərdən ümumiyyətlə fərqləndirən bambaşqa bir işıq var. Və burada olan o nur, bu daşlar arasında olan bir nur, yəqin ki, biraz da Seyid Yəhya Baküvinin türbəsində hiss olunur. Olduqca gözəl bir yerdir. Burada ümumiyyətlə işıqları falan söndürmək istəyirəm və insan burada dərin bir hala qapanır. Bu böyük övliya Pir Hüseyn Şirvaninin özünün qəbri, o isə onun tələbəsinin qəbridir. Pir Hüseyn Şirvani Azərbaycanın təsəvvüf tarixində tanınan, bilinən ilk böyük pirlər, pir və böyük bir övliya olub. Pir anlamı da böyük anlamda verir. Yəni buradan böyük bir müəllim, böyük bir zat anlamını kəsb edir və Pir Hüseyn Şirvani Babakuhi deyilən Məhəmməd Baküvinin qardaşı da hesab edilir. 11-ci əsrdə doğulmuş və 10-cu əsrdə doğulmuş Pir Hüseyn Şirvani və 11-ci əsrdə vəfat etmişdi. Babakuhinin isə balaca bir xanəgah kimi yeri tam da Qız Qalasının yanındadır, lakin özü Şirazda vəfat edib orada dəfn edilmişdi. Mütləq qaydada Hacı Qabula gəldiyinizdə Qubalı Baloğlan tərəfə keçin və bu böyük övliyanı, bu böyük xəzinəmizi, bu böyük dəryamızı ziyarət edin. Bayaq içəridə bir qonaqlardan biri sual verdi ki, Pir Hüseyn Şirvani xəlvətiyyə mi olub və yaxud hansısa bir başqa bir məktəbin ki, nümayəndəsi olub. Biz bu haqda heç nə bilmirik. Çünki yazılı bir mənbəmiz yoxdur. Bəzən deyirlər Qələndəriyyət məktəbinə aid olub, lakin bu da ehtimaldır. Çünki Qələndəriyyə 11-ci əsrdə yaranmamışdı. O səbəbdən Pir Hüseyni çox böyük dövrün alimi, İslam filosofu olaraq qəbul etmək əsl gerçək bir həqiqətdir. Ruhu şad olsun. UNESCO-ya düşmüş Xınalıq və Köç yol qoruğunun sərhədləri buradan başlayır. Üzü dağlara tərəf, Haramı dağlarına tərəf. Haramı dağları. Bunlar Haramı dağları adları. Niyə? Çünki bu qədimdən buradan atıb keçən İpək yoluna, karvanlarına, quldurbasanlar burada gizlənir. Ona görə onlar Haram işlərinə məsul olduğuna görə bunun adını Haramı dağları qoydular. Bura Haramı dağları değil mi? Adı Haramı dağları. Budur, odur. Bəli. Haramilər quldurlara düşdülər. Füzulda da Haramın düzü var. Orada da Burası bayaq haqqında bəhs etdiyim bir saat su ambardır. Su yağış yağıb denə aramsız yağışlardan dolayı ambar su ilə doldu. Yayda sudan sizə səlamət qalmayacaq. Artıq efirdəsi nədən danışmağı onsuz danışacaq. Elçin, gözəl xanımı Vəfa, təəssüflə biz qeyd edirik ki, bizim keçən dəfəki videomuz qeyddir. Biz kənd insanlarını çox istəyirik, ona görə onların hisslərinə hörmətlə yanaşırıq. Ona görə bugün təzədən çəkirik. Mən rola girmirəm, təzədən çəkirik. Biz hazırda Pir Hüseyn xanəgahındayıq və bu mövsümün son turudur. Belə başa düşürəm. Çünki artıq istilər. İnsanlar da yaylağa hazırlaşır. Necə getdi bu turlar? İnsanlar necə qarşıladı? Mənə həmişə bu maraqlıdır. Çünki bu qeyri-ənənəvi bir tur idi. Etnoqrafik bir tur idi və mən sizi alqışlayıram. Bu möhtəşəm bir şeydir və mən inanıram ki, bu gələn ildə beynəlxalq bir platformaya keçəcək. Gedə-gedə istəyirsiniz danışın, mən də sizi dinləyim. Çox sağ ol. Deməli, məsələ biz başladıq bunu çünki
köç yolunu ümumiyyətlə araşdıranda başladı bu səyahət belə deyim. 2021-dən 2022-də artıq biz yolu bir dəfə getdik, köç yolunu və qışlaq mədəniyyəti ilə, köç mədəniyyəti ilə tanış olduq. O vaxt mən Dövlət Turizm Agentliyində işləyirdim. Və tək mən yox, orada əlbəttə komanda üzvlərimiz var idi ki, bu tədqiqatla məşğul olduq. Və elə oldu ki, yəni ərazinin tam mədəniyyətini, tam dəyərlərini öyrəndik və bunun UNESCO irsi ilə bağlı belə deyim, uyğunluğunu tapdıq və UNESCO Dünya İrs siyahısına salınmasına 2023-cü ilin sentyabrı. Aha, 2023 sentyabrında. Möhtəşəm bir tarixdir. Mən o tarixi heç vaxt unutmuram. Çox sevinmişdim uşaq kimi. Və nə başlayırdı ondan sonra da mən həmişə ağlımda qalırdı ki, bu ərazilərə xalqa gedir turistlər. Köç yolu ilə qışlağa turlar yoxdur. Və bunu ilk dəfə qismət oldu ki, mən eləyim. Çox maraqlı oldu. Apreldə, martda biri oldu və apreldə 4-ü. Aha. Adamlar gəlir ki, Hacı Qabulda nə tur? Şəlalə axtarırlar. Sonra belə gəlirlər, sonra belə ki, heç vaxt biz belə turda olmamışıq. Hə, bunun özü çox maraqlıdır. Çox qeyri-adidir. Və maraqlı keçir. Əslində yəni gələndən sonra çox xoşdur. Yəni gözləntini aşan. Biraz bu komfort həmişə deyirəm ki, insanlar komfort zonadan çıxandan sonra və ənənəvi təfəkkürdən çıxandan sonra fərqli bir məhsulu görəcəklər və bu əslində bizim bir tarixdir. Yəni illah da gedib şullaq atmaq lazımdır dağda, illah da şəlalə olmayacaq, başqa bir şey də olacaq. Biz elçi ilə keçən dəfə bu qazma evlərini çəkəndə bir xeyli İrandakı köç mədəniyyətindən danışdıq ki, İranda onlar da həyat yoldaşlarıdır. Onlar da belə bir şey eləyiblər və sırf o köç mədəniyyətini saxlamaqdan ötəri çox gözəl bir sayt açıblar və turlar təşkil edirlər. Ona görə mən sizi görəndə həqiqətən də çox sevindim. Nəhayət kimsə bizdə də bunu eləyir. Çətin olacaq başda, amma çətinliyi aşmaq lazımdır və yaşatmaq lazımdır. Bu çox maraqlıdır. Bəli, bəli. İndi bizim bu qışlaq sezonu bitir. Yaylığa qalxanda artıq köç yolunun özünü gedəcəyik. Və orada turlarımız olacaq. Və məncə elə əsas şeylərdən biri odur. Produktlardan biri qışlaqla yanaşı. Demək ki, Hacı Qabuldan açılacağıq Xınalıq dağlarına. Xınalıq dağlarına qədər 15 günlük bir səyahət. Maşallah. Mən çalışacağam ki, hansısa bir güzərgahda, rotada qoşulum. Çünki mənə bu proses çox maraqlıdır. Heyvanlarla insanların gəlişi. Bir-iki yerdə sizə qoşulacağam. Amma sizə bolucu uğur arzulayıram. Sağollaşmırıq, yataqda görüşərik. Bu dəfə gəldiyimiz yataq rayon Qubalı Baloğlana yaxın ərazidədir. Biz keçən lap dibə getmişdik və bu hissələr daha yaxındır. Bununla belə burada da ənənəvi qazma tipli evlər var və bizim dostlarımız var. Gəlin görün. Tanış olaq. Gəlin tanış olaq. Hara qaçdınız? Yaxşı, tanış olarıq. Şirinlər. Budur. Yəni qışlaqda ailələr burada yaşayırlar və təsərrüfatlarını burada idarə edirlər. Gördüyünüz bunlar küzlər adlanır. Küz quzuların saxlanması üçün tikilən tikirlər. Bəziləri ənənəvi olaraq qazma olurdu yerin altında. Yəni evləri kimi buna da yerin altı qazırdı. Çünki üşürdülər də, yəni quzuları istiliyi vacibdir. Amma qoyunların özləri üçün isə banıstan o qabaqda da göstərəcəm bura. Bu gördüyünüz kiçik dar hissə, boğaz, seçki adlanır. Bu nədir? Yəni burada sərdan vaxtı, səhər əmizdirmə vaxtı və yaxud da axşam artıq balalarla anaların qovuşması vaxtı quzuları ayırmaq üçün istifadə olunan dar keçid. Birinci qovuşdururlar burada, analar olaraq süt verir, ondan sonra gedəndə isə içəridə qəhəl adlanır. Qəhələ salanda orada ayrılırlar. Yəni gördüyünüz bu kompleks özü heç nədən belə random belə deyil, heç nədən tikilmir. Bunların hamısının funksiyası var. Tikilləri elə tikirdilər ki, mümkün qədər yerə qənaət eləsinlər. Ortada olan hissəni açıq belə deyim, tövlə kimi istifadə olunur. Gəlin içəri görün. Bu qoyun dərisidir. Qoyublar, quruyur, sonra duzlanıb quruyur və bunu yəqin ki görmüsünüz də o
ayaq altına atmağa keçər düzəldirlər. Keçmişdə bunların üstündə namaz qılırdılar Bəli, da bəli, kənd bəli. yerində. Bunun içini doldurup mofal pendir dediler de mofal Dərisindən eləyirlər, çevirirlər. çevirip yüzünü yolurlar. Bəli, bəli. Yəni hələ də istifadə olunur bura belə və bu qamışların məsələn bu ənənəvi memarlıqda istifadə olunur. Yəni nədir bu? Təbiətdə nə tapırlarsa əsasən belə deyim, damlarda istifadə olunur, bir də çəpərləmələrdə. Burada görsələrdə istifadə olunur. Baxın, görsünüz hansı formada durur. Yəni tövlə, orada tövlədir. Bir tək qabaqdan bağlayıblar. Demək istədiyim odur ki, qışlaqda resurslar tam effektiv istifadə olunur. Yəni buranı istifadə edəcəkdilərsə, elə tikirlər ki, bura artıq P şəklində alınır. Cəmi bir yeri bağlayırlar bu formada. Qəhəl adlanır və hava isti olanda bu yaz vaxtlarında əsasən qoyunlar burada tuturlar, eləyirlər. Məsələn, əmizdirmədə və s. qırxımda və s. ki, bağlayırdı. Bu formada istifadə olunur. Akşam yatanda içeri bakarlar. Akşam yaxın içəri. Balaca olanlar küzlərdir, quzlar üçün, böyüklər isə qoyunlar. Tərləmə. Neçə baş Ənənəvi memarlıq. kuzu koyu satılır. Bir yataqda təxminən 1000-1500, 2000 ailənin çoxluğundan asılı olaraq. Məsələn, 3 ailədirsə biraz az olur. Amma bunlar məsələn 5 ailədirlər. Yataqda 5 ailə olması bu təsərrüfatın növün forması bu formadır. Yəni bu kommunal mədəniyyətdir, kommunal təsərrüfat formasıdır. Yəni bura məsələn mənim 1000 dənə qoyunum var, tək ailəmlə gəlim, idarə edeyim deyil. Bu ta qədimdən, dədə-babadan burada qışlağa gəlmək mütləq 5 plus, yəni 3, 4, 5 ailənin olmalıdır ki, çoban sayına görə deməli sürülərə baxıla bilsin. Məsələn, subay qoyun bir tərəfə baxılır, ana bala, qarışıq və s. Ki bu bircə idarə etmə formasıdır. Qazma evin funksiyası, qazma evin strukturu gördüyünüz kimi ənənəvi yaşayış evidir qışlaqda. Və üzü cənuba tərəf. Baxın hamısının üzü aypara kimi cənuba tərəf, istiyə tərəf tikilir. İndi içərisinə görəcək interyerə də baxacaqsınız. Bu nəyə görə belə tikilir? Çünki yəni düzənlikdə istilik izolyasiyasını tam almaq üçün bu formada yerin altında 1-2 metr dərinlikdə evlər tikirlər. Yəni belə görürsüz yerin eyni səviyyədə, amma içəri genişdir. Xınalıqlı ailədir. Uşaqlar, ailələr bir yerdə, 5 ailə buradadır və düşüblər deməli dağlardan ilin 8 ayını burada yaşayırlar, bu düzlərdə. Əsrlərdir ki, buradadılar. Yəni onlar ata, baba, bütün nəsil, Bəhruzun məsələn özü bu cür həyat tərzini davam etdirir. Əslində kəndin adı ilə Qubalı Baloğlan elə əvvəldən toponim özü bir tarixi hiss elətdirir. O deməkdir ki, Qubadan gələn ərazinin qışlaqları olub buralar həmişə. İndi bu ailələr qalxmır yaylağa, ancaq burada qalır. Yox, gedəcək. Qalxırlar. Gələn həftə artıq Bəhruz təsdiq elədi, 16-sı yaylaqlara qalxırlar. Bunların bu xınalıqların öz xınalıqlı evləri var. Bəzilərinin Qubada da evləri var, imkanları var, şəhərdə alanlar var. Amma bu həyat tərzini keçirən insanlar iki vətən olur. Həm qışda qışlaqda yaşayır, yayda isə yaylaqda yaşayır. Dərin cümlə. Və bəli, çünki yaylaqda da bunlar çadırlar olur, çadırlarda yaşayırlar. Məsələn, qadınlar bəzən gəlirlər, kömək eləyirlər sağımda. Artıq iş qutarandan sonra qadınlar gedir kəndlərə. Amma yaylaqlarda bunların Bəhruzun yaylağı məsələn Şah düzündədir. Şah yaylaqda. Şah yaylaqda. Gedəcək Şah düzü inşallah. bilmirəm gedmisiniz ya yox. O zirvələrin ortasında böyük bir yaylaqdır. Çox qüvvətli ot olduğu üçün, çox məşhur ot olduğu üçün Şah Abbas olaqda özü orada sürülərin otardığı üçün adı Şah oradan qalıbdır. Şah düzü, Şah yaylağı. Yayda ora getmək borc oldu. Bəli, bəli. Bu formada. Gedək içəriyə baxaq. Burada ümumi amma məncə qazma evi azdır keçən dəfə yatağa baxanda. Yox, var. Var? 1-2 otaq var. Hə, tamam. Əslində bildiyimiz buzxana tipli şeydir, içərisi sərin.
Yox, qışda olduğu üçün isti. Yəni əsas məsələ istidir. Sərin əlbəttə ki, ərzaq üçün, məsələn belə isti olanda ərzaqları saxlamaq üçün onların anbarları var. Elə o da yerin altında olur. Ərzaqlar maksimum 2 gün saxlanılır. Ət kəsilir, 2 günə artıq ailələr arasında paylanmalıdır ki, o ət xarab olmasın. Ərazidə elektrik yoxdur, su yoxdur. Yəni var su, alınır su. Amma yəni bizim bildiyimiz elektrik xətləri yoxdur. Əvəzində nə var? Günəş panelləri var. Bir günlük günəş panelləri. Yuxarıdan bacası var, bu həm də pəncərədir. Və havalandırma üçün. Elektrik işıqlandırma. Buna gəlir. Amma böyük. İki funksiyanı yerinə yetirir. Bəhruz müəllim buraların kənd xudasıdır belə deyək. Köçə hazırlaşırlar və indi bizə çox maraqlı bir etnoqrafik məlumat verəcək. Adətən köçlə neçə nəfər gedir? Yəni belə heyvanların neçə nəfər müşayiət eləyir? 5 nəfər, 6 nəfər. Hamısı da piyada. Hamısı piyada. Amma qalanda da belə bir maşında qalırsınız, hə? Dövləşlərimiz bu maşınla daşınır. Aha. Bütün əşyalarımız, hər bir şeyimiz. İçərisində də yatırsınız, hə? İçəridə belə burada heyvanları zeylirik. Bizdə belə bir şey var. Natasha, такая одежда. Olub ki, heyvanların çatmaz məsəl üçün müddəti tam 2 həftə yox, biraz az və yaxud daha çox olub. Belə hallarla rastlaşmısınız? Bəli, bəli. Olur kravat. Əməli texnologiyadır burada. O yataqdır. Onu bu. Ay maşallah. Bunu özünüz fikirləşmisiniz, Bəhruz müəllim? Bəli, bəli, bu formada. Möhtəşəm. Neçə nəfər gedə bilir burada? Burada 5 nəfər, 6 nəfər, 7 nəfər. Amma gündüz vaxtı heyvanların yanında olursunuz, bir dənə gecə qalanda burada Burada qalırsınız. gəzər. Bu əlavə çadır açmamağın elə bir sizə zəmanət verir. Səndə əlavə çadır açmır, əlavə işimiz olmur. Həm də çadırdan daha təhlükəsizdir. Hə, hə. Əla. halaldır. Yolunuz açıq olsun. İrəlidə sizi çox məsuliyyətli bir yol gözləyir. Çox sağ ol. Elçimiz də məlumat verəcək. Bəzi yollarda çəkəcəyik sizi. İnşallah. İnşallah. Ayın 17-si çıxarır, 17-si əlaqə saxlayarsınız. Bu yol prosesi də daha da biraz maraqlı olur. Burada işlərimizi yığırıq, ondan sonra yatacaqlarımızı yığırıq. Burada stolumuz olur. Hemen stol içəridə onu da göstərəcəm. Samavarımız, manqalımız. Heyvanlar buradan 17 çıxır onda, hə? Hayda 17 mi Dalazaya gedirəm. Yenim gəlin bura. Heç nə. 15 gün güzərgahı. 15 gün, 16 gün. Rotanı mənə deyəcəksiniz inşallah. Yolda telefon tutur da, yəni rahat əlaqə saxlamaq mümkün olur. Mənim bir-iki yerli, bir-iki əraziləri var, orada telefon tutur. Qalan bütün yerlərdə telefon tutur. Biz Toğrul'la da prosesi izləmədəyik. İnşallah bəzi yerlərdə qoşulacağıq. Çünki prosesi çəkmək mənim bu ilki əsas niyyətim odur. 3 aylıq beynəlxalq layihəmə yox demişəm ki, mən köçü çəkəcəm. İnşallah. Yeni bir möcüzə. Doğru da. Aa, hə, aslan yeri. Mancaqlarda olur. Hayda. Yol boyunda. Halaldır. Çox maraqlıdır. Bu maşının patentləşdirməlisiniz belə ideyaları falan, su, hər şey əladır. Halaldır. Burada belə gözəl yığmışıq salonu. Onu da özünüz yığmısınız. Buraya 2 nəfər oturaram. Hə, bir nəfər bu yerdə. Xeyir olsun. Qalan ekskluziv videolar səndən gəzdiririk. Tədqiqatların nəticəsi olaraq Dövlət Turizm Agentliyində belə Xınalıq qoruğunun nəzdində Xınalıq və Köç yolu Dövlət Tarix, Mədəniyyət və Etnografiya qoruğu yaradıldı. Əvvəllər Xınalıq buradadır. Birisi Xınalıq çox olmuşsunuz.
əvvəl Xınalıq kəndi özü idi qoydu. Amma Xınalıqlıların artıq həm Xınalıqlı, həm də onların ətraf kəndində olan Haputlular və s. icmalar bu köç mədəniyyətini yaşadır deyə o əsas kriteriya kimi, yəni köç mədəniyyəti də Qorğun tərkib hissəsi oldu və bu mədəniyyətin baş verdiyi fiziki coğrafiya Qorğu oldu. Yəni burada Xınalıq və onun ətrafı yaylaqlar və artıq başlayır Quba ərazisindən keçir Qonaqkənd, düşür aşağı Sarıdaşla, Qozluçayın dərəsinə, Qozluçayla ta gəlir Şamaxı, Qobustan keçdi burada, Qozluçay getəndən sonra artıq şey deyirik, Şamaxı Bakı trası var. Oradan tunelin altından keçirlər, gəlirlər bu düzlərə, Qobustan və gəldi çatdıq, biz buradayıq, qışlaqdayıq, Hacıqabul ərazisində. Bu yuxarıda bəzi ərazidə Abşerona düşür, hətta Abşeronun ərazisi, inzibati ərazisi. No, əsas odur ki, bu tarixən Şirvan zonası qışlaqlar oldu. İndi də belədir. Yəni, bəzi oturaq mədəniyyətlər artıq kəndlər formalaşır, bəzi yerlər əkinçiliklə məşğuldur, suvarırlar, əkirlər və s. Amma tarixən burada Şoran torpağı olur, qışlaqlar olur və niyə məsələn məhz bu qışlaq ərazi bura düşdü, dünya irsinə? Çünki digər ərazilərdə bu ərazilər hamısı qışlaqdır, ətraf. Çünki Xınalıq icması gördüyünüz bu qazma evlərini və kommunal mədəniyyət formasını saxladıqları üçün, yəni onlar artıq ailə formasında, necə tarixən dədə-babalarımız köçürlər, o formada gəlirlər və o formada təsərrüfatlarını idarə etdikləri üçün bu ərazilər düşdü. Yəni bunu genişləndirmək də olardı. Sadəcə UNESCO-nun digər kriteriyası odur ki, bunu necə qoruyacaqsan, qorunma kriteriyası var, bunun menecmentin təşkili var. Yəni o demək deyil ki, Azərbaycan bütün qışlaqları götürüb UNESCO salmaq olmaz. Yəni onun menecmenti, orada yaşayan insanların autentik qalması, yəni dediyimiz kimi bu qışlaqlarda, bu strukturda yaşaması və indiyə qədər məsələn istifadə edildikləri həm təbiət resurslarından istifadə. Yəni bu göl nə dərəcədə orijinal qalır? Məsələn, bunlar elektrik olmadan, su olmadan yağış suyunu istifadə eləməklə biz nohurlar görəcək qabaqda. Məsələn, o suvarmada artıq yağış sularının toplanmasını bunlar tarixən necəsə indi elə yaşanırlar, Xınalıq icması. Və bütün bu elementləri topladıqda bu təsərrüfat formasının orijinal qaldığını nəzərə alaraq dünya irsinə düşdü. Dünya irsinə düşəndə, UNESCO-nun ümumdünya irsi siyahısına düşəndə burada iki kriteriya əsas götürülür. Üçüncü kriteriya köç mədəniyyəti, yəni böyük alternativ əkinçilik və sənaye mədəniyyətinə alternativ olaraq köç mədəniyyəti qorunur və dünyada çox fragmentlər halında qalıbdır bu. Monqolistanda biraz var, biraz məsələn Qırğızistanda var, İranda var və onların bir çoxusu da düşmür dünya irsinə. Çünki birincisi onun konservasiyası, menecmenti, onun autentikliyi nə dərəcədə qalıb onu yoxlayırlar. Azərbaycanda isə düşdü və belə deyim, bu tendensiya həm də digər xalqları da bir növ, yəni bu sahədə işləyən mütəxəssisləri motivasiya edir ki, gəlin biz də işləyək və s. Məsələn, Türkiyədə var yörüklər, amma onlar da düşmür UNESCO-ya, çünki Yəqin maşınlarla daşıyırlar. Yəni o kommunal mədəniyyət qalır, əsas odur. İcma köçməlidir. Məsələn, köç var, amma çoban gedir, maaşını alır, ya maaş qeycid işləyir, başqasına da məsələn. Başqa bir şəhərdən gəlib, bu bir şəhərdə, bu bir yerdə, coğrafiyada maaş əsaslı işləyir. Heyvanlar işləyir. Bu artıq o deyil. UNESCO-nun axtardığı odur ki, qədim mədəniyyət forması olaraq köç mədəniyyəti harda qalır? Yəni o barədə Azərbaycanda Xınalıq və Haput icması və Şamaxı icması bunu saxlayır. Təzə pendir. Doğanı işlədir. Video hazırlayaq. Bu nədir bu bulama?
dəfə birinin əməli barmağına